Salam, 5-ci sinif Azərbaycan tarixindən 20-ci dərsimizə keçirək. Dərs 20. Qədim Azərbaycan şəhərləri. Artıq şəhərlərin necə yaranması haqqında məlumatınız var. Azərbaycan ərazisində də hələ qədim zamanlardan çoxsaylı şəhərlər mövcud olmuşdur. Təəssüf ki, onların bəziləri müxtəlif səbəblərdən dağılmış, dövrümüzə gəlib çatmamışdır. Bu paraqrafda tariximizdə mühüm rol oynamış yaşayış məntəqələri haqqında məlumatlar əldə edəcəksiniz. Qapılar qapısı Dərbənd. Böyük Qafqaz sıra dağları ilə Xəzər dənizi arasında bir keçid vardır. Qədim dövrlərdə şimaldan cənuba, cənubdan şimala doğru ən rahat yol məhz buradan keçirdi. Ulu babalar keçidin əhəmiyyətini anlamış, burada qala inşa etmişlər. Bu qala dənizə daha yaxın olan dağın zirvəsində salınmışdı. Şimalda yaşayan köçəri tayfalar qənimətlər ələ keçirmək və qarətçilik məqsədi ilə Azərbaycana hücumlar təşkil edirdi. Bu hücumların qarşısını almaq üçün keçidi möhkəmləndirmək lazım idi. Bu məqsədlə qaladan dənizin içərilərinə doğru sədd çəkildi. Beləliklə, Dərbənd Azərbaycanın şimal sərhədinin sipərinə çevrildi. Düşmənlər yalnız bu səddən keçməklə Azərbaycana daxil ola bilərdi. Buna görə istər Azərbaycanda yaranan dövlətlər, istərsə də ölkəmizi işğal edən qüvvələr Dərbəndə xüsusi diqqət göstərmişlər. Qala şəhərə müxtəlif adların verilməsi də bununla bağlıdır. Tarixin müxtəlif dövrlərində Dərbəndi Hun qapıları, Alban qapıları, Kaspi, yəni Xəzər qapısı, Dəmir qapı adlandırmışlar. Qala keçidə daha maraqlı ad 7-ci yüzillikdə Azərbaycanı işğal edən ərəblər tərəfindən verilmişdir. Qapılar qapısı, yəni Bab-ül-Əbvab. Həmin dövrdə Dərbənddən şimalda Xəzər xaqanlığı yerləşirdi. Azərbaycan ərazisi Ərəb xilafəti ilə xaqanlıq arasında mübarizə meydanına çevrilmişdi. Türk əsilli Xəzərlər Azərbaycanın ərəblər tərəfindən işğal edilməsi ilə barışmaq istəmirdilər. Ona görə tez-tez Dərbənddən keçməklə xilafət orduları ilə müharibələr aparırdılar. Xilafətin parçalanmasından sonra Azərbaycanda yaranan dövlətlər də Qapılar qapısını xüsusi diqqətdə saxlayırdı. Sac oğulları dövlətinin hökmdarı Yusif Dərbənd səddini təmir etdirmiş, keçidi daha da möhkəmləndirmişdi. Sonrakı dövrlərdə kənd təsərrüfatı, sənətkarlıq və ticarətin inkişafı, dəniz yollarından istifadə bu qədim qalanın böyüməsinə şərait yaratdı. Dərbəndin mərkəzi hissəsi Narınqala adlanırdı. Narınqalanın ətrafında sənətkar və tacirlər məhəllələr salır, qala tədricən şəhərə çevrilirdi. Şəhər ətrafında əhali kənd təsərrüfatı ilə məşğul olurdu. Şəhərdə böyük bazar var idi. Bu bazara şərq ölkələrindən mallar gətirilir, tacirlər tərəfindən alınaraq şimala, Avropaya aparılırdı. Dərbənd kətan parçaları, qızıl boya və zəfəranı ilə məşhur idi. Bu nadir məhsulları xarici tacirlər böyük həvəslə alırdılar. Şimalda yerləşən ölkələrdən Dərbəndə məhsullar xüsusilə satılmaq üçün qullar gətirilirdi. Buna görə də şəhərin müxtəlif istiqamətlərə açılan qapıları vardı. Bayat qapısı, Türkmən qapısı, Qırxlar qapısı, Xan qapısı və s. Əhalinin içməli suya tələbatını ödəmək üçün dağlardan şəhərə saxsı borularla bulaq suyu çəkilmişdi. Dərbənd həm də liman şəhəri idi. Uzun müddət bura Azərbaycanın ən böyük liman şəhəri hesab olunmuşdur. Dərbəndə müxtəlif ölkələrdən çoxsaylı ticarət gəmiləri yan alırdı. Bunu bilmək maraqlıdır. Dərbənddə olmuş ərəb səyyahlarından biri yazırdı ki, limanın girəcəyinə zəncir çəkilmişdir. Zəncir qıfıllanır, açarı isə liman nəzarətçisində olurdu. Nəzarətçinin icazəsi olmadan heç bir gəmi limana nə daxil ola, nə də oradan çıxa bilərdi. Bilirsiniz ki, Nadir Şah Əfşarın ölümündən sonra Azərbaycan ərazisi kiçik xanlıqlara parçalanmışdı. Bu dövrdə Dərbənddə də xanlıq yaranır. Lakin tezliklə bu xanlıq Quba xanlarına tabe edilir.
19-cu əsrdə digər Azərbaycan əraziləri kimi Dərbənd də Rusiya imperiyası tərəfindən işğal edildi. İmperiya idarəçiləri yeni inzibati ərazi bölgüsü tətbiq etdilər. Nəticədə Dərbənd Azərbaycandan ayrı salındı. Hazırda bu qədim Azərbaycan şəhəri Rusiya Federasiyasının tərkibindədir. Arranın anası Bərdə. Kür və Araz çayları arasındakı ərazilər dünyanın qədim əkinçilik mərkəzlərindən biri hesab olunur. Münbit torpaqlar, günəşli iqlim və bol sulu çaylar burada əkinçiliyin inkişafına əlverişli şərait yaradırdı. Zaman keçdikcə bu ərazidə şəhər tipli yaşayış məskənləri meydana gəldi. Onlardan biri də Bərdə idi. Alimlərin araşdırmaları nəticəsində məlum olmuşdur ki, hələ eradan əvvəl 4-cü yüzillikdə burada şəhər tipli yaşayış məskəni yaranmışdır. Bərdənin sürətli inkişafı 5-ci yüzillikdən başlayır. Məhz bu dövrdə Bərdə Albaniya dövlətinin paytaxtına çevrilir. Alban hökmdarları şəhərin qayğısına qalır, abadlaşdırırdılar. Şəhərdə hökmdar sarayı, məbədlər tikilmiş, ətrafına qala divarları çəkilmişdi. Dövlətin xəzinəsi, Alban xristian kilsə xadimlərinin taxtı da burada idi. Bərdənin karvan yolları üzərində yerləşməsi isə burada sənətkarlıq və ticarətin inkişafına şərait yaratmışdı. Ərəblər Azərbaycanı işğal etdikdən sonra Albaniya dövlətinin də varlığına son qoyuldu. Bərdə buradakı ərəb canişinliyinin mərkəzinə çevrildi. Şəhər sürətlə böyüməyə başladı. Ərazisi 40 hektara çatan şəhərdə o dövrdə 100 minə yaxın insan yaşayırdı. Burada metal pullar zərb olunur, böyük bazar fəaliyyət göstərirdi. Dünyanın bir çox ölkələrindən buraya gələn tacirlər ipək parçalar, saxsı qablar və müxtəlif sənətkarlıq məhsulları alırdılar. Ərəb xilafəti dövründə Bərdənin də yerləşdiyi ərazilər Arran adı ilə tanınırdı. Bərdənin möhtəşəmliyinə heyran olan ərəb səyyahları bu şəhəri Arranın anası adlandırmışlar. Bunu bilmək maraqlıdır. Bərdədə olmuş ərəb səyyahlarından biri şəhəri belə təsvir edirdi. Bərdə darvazası yanında bazar günü açılan Əl-Kürkiyə adlı bazar var. Hər həftənin bazar günləri hər yerdən, hətta İraqdan belə adamlar buraya axışır. Bərdə xəzinəsinin saxlanıldığı binanın qurğuşundan damı, dəmir qapısı, 9 sütunu vardır. Hakimin evi şəhərin içində, Cümə məscidinin yanında, bazarlar isə şəhər kənarındadır. Bərdənin şöhrəti, zəngin sərvəti yadellilərin də diqqətindən yayınmırdı. 944-cü ildə Bərdəyə fəlakət üz verdi. Bu təbii fəlakət deyildi. Gəmilərlə Xəzər dənizindən Kür çayına keçən ruslar şəhərə hücum etdilər. Qəfil yaxalanan Bərdəlilər düşmənin üstün qüvvələrinə ciddi müqavimət göstərə bilmədi. Şəhəri tərk etmək istəməyən ruslar burada möhkəmlənməyə çalışırdılar. Bərdəlilər isə işğalla barışmaq istəmirdilər. Düşmənə tələlər qurur, fürsət düşdükcə onların dəstələrini məhv edirdilər. Ələ keçirdikləri sərvətlə kifayətlənməyən işğalçılar əhalidən adam başına böyük məbləğdə pul tələb etdilər. Pulu verə bilməyənlər qılıncdan keçirildi. Lakin bu da Bərdəlilərin iradəsini qıra bilmədi. Onların mübarizəsi və ruslar arasında yoluxucu xəstəliklərin yayılması düşməni şəhəri tərk etməyə məcbur etdi. Onlar 6 ay ərzində işğal altında saxladıkları şəhərə od vurub qaçdılar. Bu əsl faciə idi. 10 minlərlə insan öldürülmüşdü. Gözəl və çiçəklənən şəhərin yerində xarabalıqlar qalmışdı. Artıq məşhur Bərdə bazarına heç kim gəlmirdi. Şəhərdə pul kəsilməsi də dayanmışdı. Rusların talanlarından sonra Bərdə əvvəlki şöhrətini itirdi. Bəli, indi isə keçirik sual və tapşırıqlara. Bəzi qədim şəhərlərin dövrümüzə gəlib çatmamasının, dağıntılara məruz qalmasının hansı səbəbləri ola bilər? Bəzi qədim şəhərlərin dövrümüzə qədər gəlib çatmamasının və dağıntılara məruz qalmasının müxtəlif səbəbləri olmuşdur. Tarix boyu aparılan müharibələr və işğallar zamanı bir çox şəhərlər dağıdılmış, əhalisi köçməyə məcbur qalmışdır.
Zəlzələ, sel və digər təbii fəlakətlər də şəhərlərin məhv olmasına səbəb olmuşdur. Bundan başqa, ticarət yollarının dəyişməsi və iqtisadi zəifləmə nəticəsində şəhərlər əhəmiyyətini itirmiş, tədricən tərk edilmişdir. Siyasi səbəblər, xüsusilə idarəçilik mərkəzlərinin başqa ərazilərə köçürülməsi də şəhərlərin tənəzzülünə gətirib çıxarmışdır. Təbii şəraitin dəyişməsi və zaman keçdikcə tikililərə baxım göstərilməməsi nəticəsində isə bir çox qədim şəhərlər yalnız xarabalıq halında dövrümüzə gəlib çatmışdır. Nə üçün Dərbəndi dəmir qapı adlandırmışlar? Dərbənd dəmir qapı adlandırılmışdır, çünki Xəzər dənizi ilə Qafqaz dağları arasındakı dar keçidi qoruyurdu. Şəhərdə tikilmiş möhkəm divarlar və dəmir qapılar şimaldan gələn hücumların qarşısını alırdı. Buna görə Dərbənd keçidi bağlayan qapı mənasında dəmir qapı adlanmışdır. Bərdəni siyasi baxımdan Azərbaycanın hansı şəhərləri ilə müqayisə edə bilərsiniz? Təbriz, Gəncə, Naxçıvan şəhərləri ilə müqayisə etmək olar. Bərdə şəhərinin inkişafına səbəb olan amilləri qruplaşdırın. Şəhərin Kür-Varaz çayları arasında yerləşməsi, münbit torpaqlara, bol suya və günəşli iqlimə sahib olması kənd təsərrüfatı və əkinçinin inkişafı üçün əsas zəmin yaratmışdır. 5-ci əsrdən başlayaraq Bərdənin Alban dövlətinin paytaxtına çevrilməsi və daha sonra ərəb işğalından sonra canişinlik mərkəzi olması, onun abadlaşdırılmasına, əhali sayının artmasına və müdafiə, yəni qala divarları, saraylar baxımından möhkəmlənməsinə səbəb oldu. Bərdənin karvan yollarının üzərində yerləşməsi, burada böyük bazarın yaranmasına, metal pulların zərb edilməsinə, sənətkarlıq və beynəlxalq ticarətin sürətli inkişafına imkan verdi. Bu amillərin birləşməsi Bərdəni regionun ən böyük və zəngin şəhərlərindən birinə çevirmişdi. Qalan tapşırıqlar da siz özünüz edəcəyiniz tapşırıqlardır. Bəli, bu qədər. 21-ci dərsi öyrənmək üçün növbəti videoma baxa bilərsiniz. Kanalıma abunə olub bəyənməyi unutmayın. Hələlik.